Taksi fəaliyyəti üçün buraxılış vəsiqələrinin və buraxılış kartlarının verilməsi ilə bağlı qərar 1 noyabrdan deyil, 31 dekabrda qüvvəyə minəcək. Bu barədə Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib. Bildirilib ki, növbəti illərdə istehsal tarixindən 15 il ötmüş avtomobillərin taksi fəaliyyəti üçün istifadəsi mümkün olmayacaq. Buna görə də avtomobillərin verilmiş müddət ərzində yenilənməsi tövsiyə olunur. Bununla yanaşı kvotanın 25 min təyin edilməsi bazara qiymətlərin artmasına təsir etməyəcək və taksi çatışmazlığı baş verməyəcək. Əksinə, xidmət keyfiyyəti yüksələcək. Bir nəqliyyat vasitəsi bir neçə sürücü tərəfindən idarə oluna bilər və bu, taksi daşımalarında iş və istirahət rejiminə riayət olunmasına töhfə verəcək. Qeyd edək ki, taksi sahəsində təxminən bir il əvvəl islahatlar başlayanda da cəmiyyətdə müəyyən narahatlıqlar var idi. Lakin nəticə göz qabağındadır. Hazırda həyata keçirilən islahatların bu mərhələsində məqsədi bu sahədə daha da keyfiyyətli və nizamlı xidmətə nail olmaqdır.